Quran buyurur ki, cəhənnəm əhlindən soruşarlar ki, nə üçün siz cəhənnəmə gəldiniz? Onlar belə cavab verərlər. Ləv kunna nəsmə'u əv na'qil ma kunna fi əshabis sa'ir. Mulk surəsindədir bu ayə. Cəhənnəm əhli özləri etiraf edərlər. Əgər biz dünyada eşitsəydik, nəyi eşitsəydilər? Peyğəmbərlərin sözlərini. Əgər biz dünyada olanda haqqı, həqiqət sözlərini eşitsəydik və ağılın bizə verdiyi göstərişlər əsasında rəftar etsəydik, bugün cəhənnəmlik olmazdıq. Onlardan soruşurlar ki, siz niyə cəhənnəmə gəlmişsiniz? İki səbəb gətirirlər. Ki biz eşitmədik, qulaq asmadıq, cahil olduq. Biz dünyada fikirləşmədik. Nadan yaşadıq, nadan öldük, nadan məhşərə gəldik, indi də nadan olaraq cəhənnəmlik olmuşuq. Yəni cəhənnəmlik olmağın, cəhənnəmə getməyin əsas səbəblərindən biri cəhalətdir. Bir çox günahları da, təcavüzləri də, xəyanətləri də insan cəhalətdən edir. Əgər insanlar, bizlər günahların fəsadlarından, mənfi təsirlərindən, nəticələrindən agah olsuq, alim olsuq, bir çox günahlardan uzaq düşərik. Qaçarıq günahlardan. Onlar da cavabda deyirlər ki, əgər biz dünyada peyğəmbərlərin sözlərini eşitsəydik, düşünsəydik, ağıl bizə nə deyir, onu etsəydik, indi cəhənnəmdə olmazdıq. Əksər insanlar, yəni dünyada nə qədər insan yaşayır? Dünyada yaşayanların əksəriyyəti ağılı qoyurlar kənara, hisslərlə yaşayırlar. Hisslər, təkəbbür hissi, şəhvət hissi, tamah hissi. Ağıl qalıb bekar. Ağıldan çoxları istifadə eləmir.